Salam değerli şahitler. Bugün size 26 Oktyabır'da keçirilmiş OTK sınavından riyaziyyat suallarının izahını vereceğiz. 11 sınıfların test imtahanındaki olan suallardır. Başlayaq birinci sualdan. 32'dən kiçik 3'ə bölünən natural ədədlər çoxluğu üçün hansı təklər doğrudur? 32'dən kiçik 3'ə bölünən ədədlər 3-dən başlayır. 32 kimi davam edəcək. 3, 6, 9, 12, 15, 18, 21, 24, 27, 30. Modası yoxdur deyir. Doğrudur, modası yoxdur. Çünki burada təkrarlanan ədəd yoxdur. Hamısı fərqli ədədlərdir. Ədəd ortası 18-dir. Ədəd ortası tapmaq üçün cəmləyib sayını 10'da 10'a bölməliyik. Median ədəd ortasına bərabərdir. Demək ki, ya 2 ilə 1'dir, ya da 2 ilə 3'dür. Bunda ədəd ortasını tapaq. Ədəd ortası 18 olmasa, demək ki, median ədəd ortasına bərabərdir. Cavabımız 2, 3. Amma 3'ü də yoxlamalıyıq. Çünki yalnız 2 cavabı da var. Demək, hər bir variantı yoxlamalıyıq. Bunun cəmini tapmaq üçün birinci ilə sonuncunu toplayarıq. Bölərik 2'yə, vurarıq sayını. Hamısının cəmi buna bərabərdir. Buradan da 2 ilə 10 yıxıca qədər 5 qalar. 33'ü də 5'ə vuranda eləyər 33 vur 5. 33 5. Biz bunu ədəd ortası tapmaq üçün sayını da bölməliyik. Təzədən əlavə 10'a da bölməliyik. Hamısının cəmi 33 vur 5'dir. Yəni 165'dir. Biz bunu 10'a bölməliyik. 165'i 10'a böləndə 16/5. Demək, bunun ədəd ortası 18 deyil. Bir doğru cavab deyil. Bir olanları sildik. Demək, ya 2 ilə 3'dür, ya da yalnız 2'dir. Şimdi biz bunun şeyini de tapalım. Medianı tapak göre ədəd ortası mediana bərabərdir. Cüt sayılı olanda demişdik ki, medianı tapanda ortadaki ikisini götürüp olan ədəd ortasını tapırıq. Bu ədədlər cütünün ortasında yerləşən ədəd 15 ilə 18'dir. Çünki 15 18'den solda da 4 ədəd qalır, sağda da 4 ədəd qalır. Buna görə 15 ilə 18'i toplayıb 2'yə bölməyimiz lazımdır. Bu da yəni 16/5 edir. Demək, ədəd ortası mediana bərabərdir. Düzgün cavab 2, 3, A variantı. İkinci suala baxın. ABC 3 bucağında çəkək bu ABC 3 bucağını uşaqlar. A olsun, bu olsun B, bu da olsun C. AB 5'dir, bura 5 qoyaq. BC 7'dir, bura 7 qoyaq. ABC onun en büyük bucağıdır. Demək, bu en büyük bucaqsa en büyük tərəfdə budur. Yəni bu X mütləq 7'dən böyükdür. 30'dan AC tərəfi alabileceği tam qiymətlərini cəmi tapın. Normalde 3 bucaq bərabərisinə görə X böyük olmalı digər 2 bucağın fərqindən. Kiçik olmalı onlar nəyindən? Cəmindən. 5'dən 7'nin cəmindən 12'dən. Amma X en büyük bucağın qabını deyəndə görə X mütləq həm də en böyük tərəf olması üçün 7'də də nə olmalı? Böyük olmalı. 7'dən böyük 12'dən kiçik. Demək olacaq 8, 9, 8, 9, 10, 11. Bulan cəmi 38 edir. Cavab B variantı. Sağ tərəfdəki hissəni silək ki, suallar yazanda orada bizi yerimiz qalsın. Davam edelim 3-cü suala baxaq. 3-cü sual. AOB 140 dərəcə. Ümumi bucaq 140 dərəcədir. AOC-nin COB-yə nisbəti. AOC-nin COB-yə nisbəti 2/4'dir. AOC-nin AOC-yə 3K deyək. Bura 3K deyək. COB-yə ümumi var bura. Burada 4K'dır. Burada 4K'dır. OD şu azsa COB bucağın tənbəlin olası. OD COB'nin tənbələnidir. Onda 4K'dan 2K qalır. İstəsizlər 4K eləməyək, daha 2K. Orada 4K olur nisbətə görə. Bu da tənbələndirsə 2K qalacaq. Toplam 7K elədir. AOD bucağını tapın. AOD-ni 5K'nı soruşur bizdən. 7K 140'dırsa, ümumi 140 idi daha var. 7K 140'dırsa K'mız nə olacaq? 20 olacaq. Bizdən də AOD-ni soruşur. AOD də 5K'dır. 5'i də 20'ye vuracam. 100 dərəcə cavab C bəndi. Keçdik 4-cü suala. Müxtəsəm ödüsünə aid sualda olarsa A plus B kvadratının ifadəsini tapın. Demək ki, kvadratdan cəmi verib cəmin kvadratını soruşur. Biz kvadratdan cəmin kvadratı ilə əvəz edə bilərik. Cəmin kvadratına görə A kvadrat plus B kvadratı A plus B'nin
Bax, a kvadratı yazaq düsturlar plus b kvadratı bərabər a plus b-nin mötərizə kvadratı çıxılsın 2ab düsturu var. Müxtəsarma düsturunda əvəzedici düstur kimi tanıyırıq biz bunu. Demək ki, burada indi 43'dür. 43 a plus b kvadratı çıx 2ab. A kvadrat plus b kvadratı 43 olduğuna görə 43'ü yerinə yaza bilərəm. Bərabər qoyaram. Məsələn, burasını silsək. A plus b kvadratı 2ab zaten a plus b kvadrat deməkdir. Demək, o da nəyə bərabərdir? 43'ə bərabər. Demək ki, biz bunu tapmaq üçün AB lazımdır bizə. AB-ni də biz bu ifadəni tapa bilərik. Bu ifadə hər tərəf kvadratı yüksəltsəm, eləyəcək a kvadratı plus b kvadratı minus 2ab, müxtəsarma düsturuna görə minus 2ab bərabər 25. Bu ifadədə ki, uşaqlar hər tərəfə nəyə yüksəltdik? Kvadrata yüksəltdik. Biz burada a plus kvadrat plus b kvadratın yeni 43 qoya bilərik. 43 qoysam 43 çıxılsın 2ab bərabərdir 25'ə. 25'i sola keçirib 2ab'ni sağa keçirsəm 2ab müsbət olacaq. 2ab bərabərdir 25 də sola keçirsək 40'dan 25 çıxsaq 18 eləyəcək. 18 oldu. Demək ki, uşaqlar 2ab yerinə 18 qoya bilərik. Gətirib bu da 2ab yerinə 18'ini qoyacaq. A plus b-nin kvadratı çıx 18 bərabərdir 43. 18'i sağa keçsəm plus 18 eləyəcək. Yəni 43 plus 18 bu da eləyəcək 58 61. Birbaşa yazdı cavab Y bəndi. 5-ci sual ifadəsini sadələşdirin. Demək ki, biz burada vuruqları ayırmalıyıq. Yuxarıdan x'i çıxarsam, aşağıdan y'e çıxarsam cavab alınarmı? Baxaq, yuxarıdan x'i çıxartdıq. 5x plus y plus 1 qaldı. Aşağıdan da y'e çıxartsaq, y plus 5x plus 1 qaldı. Mötərizələrin içi eynidir. Toplanan yer dəyişini cəm dəyişmir. X böl y qaldı. Cavab A variantı. Keçək 6-cı suala. Tənasüblə tənasüb ortadılan hasını kənar hədlərin hasına bərabərdir. X'i 1'dən 3'də 2'yə vuracam. 1'dən 3'də 2, 3'də 5 deməkdir. Yəni 3'də 5 2 bərabərdir. 2'dən 7'də 4'ü də, yəni 7'dən 2'dən 7 4 7'də 18'dir. Vuracam neçəyə? 0'dan 4'ə 9'da 7'yə. Kənar hədlərin 9'da 7 yazaq. Kənar hədlərin hasılı orta hədlərin hasına bərabərdir. 7'lər ixtisar gedər. 9'lar ixtisar gedər. 2 qalar. X'də tapmaq üçün 2'ni 3'də 5'ə bölməliyik. 3'də 5'ə bölmək nəyə bölmək deməkdir? 5'də 3'ə. 5'də 3'ə olanda 5'də 6 eləyəcək. 1/5'də 1. O da 1/2 eləyir. Cavab A variantı yazaq. 7-ci sual. Ədədlərin hasılı standart şəkildə yazılışında qiymətli hissi ilə tərtibin cəmini tapın. Demək, ədədlərin hasılı topluda da var bu tipli suallar. Bir-birinə vurmağımız lazımdır. 24 vurulsun 10 üstü 20 vurulsun 5'ini de 5 vur 10 üstü 3 kimi yazıram standart şəkildə. A vur B buna bərabər. Yəni A'nı B'ye vurmaq bunu tapmaq deməkdir. Bizə hasılı standart şəkildə yazılışı lazımdır. Ona görə nə edəcəyik? 2/4 kimi yaza bilərik. Bunu 24 və ya 5'ə vurarıq. Eləyir 120. 120 A vur B yazaq. Bərabər. 120 vurursa 10 üstü 20 10 üstü çabada 10 üstü neçə eləyir? 23 eləyəcək. 120'ni də biz standart şəkildə getmək üçün tərtib birliyi mütləq 10'dan kiçik olmalıdır. 1/2 kimi yazaram. 1/2 vurulsun 10 üstü 2. Burada 10 üstü 23 var. Toplam eləyəcək 10 üstü 25. 1/2 vurulsun 10 üstü 25. Demək, tərtib 25'dir, qiymətlisi 1/2'dir. Bizə də bunların cəmini sonra şu 25'dən 1/2'ni cəmləyəcəm, 26/2 edəcək. 8-ci suala baxırıq. İfadəsini sadələşdirin. Demək, 5 32 18 2 qılır. Burada x mütləq ki müsbət ədəddir. Çünki mənfi ədədi 3-cü dərəcədən kökün altına verə bilməz. Çünki
3 qüvvətdən daha doğrusu kökün altında verəməz. Çünki qüvvətin dərəcəsi ikinci dərəcədəndir. Mütləq müsbət olmalıdır. 32-ni 16x-in kvadratı var 2x kimi yaza bilərik. Yəni bax, biraz izahlı siz göstərim. 32-dən, yəni 32-dən kök çıxır, amma 16-dan çıxa bilər. 16x kvadratı, bax bunu belə düşünəcək, bu olsun 2x kvadrat, 2x kökü biraz böyüdür. Belə yazsam 16x kvadratından çıxacaq. 16x-dan 4x çıxacaq. Qabaqda da 5 var, eləyəcək 20x kök altı 2x. Bunlar da 18'de 9x'in kvadratı var. Bak bunu da 9x'in kvadratı var. 2x gibi düşünürəm. Çıxır 3x plus 9x kvadratı 3x çıxacaq. Kökün altında qalacaq 2x. Minus 50'ni də yəni 25'in kvadratı. 25x'in kvadratı var. 2x gibi düşünürəm. Orada da 5x çıxacaq. 5x kök altında yenə 2x. Kök altı ifadeler eynisə bunları toplayıb çıxa bilərəm. Karşıdaki vuruğa göre 20x üstüne 3x 23x kök etti 2x bundan da 5 çıkanda 18 2x kök hatta 2x cevabını alacağız. Bu da A variantına uygundu. 9. sual. A ve B çokluları için NA 36 NB 39'da AB fərqi olacaq BA fərqini tapın. Eyni diaqramı çəkib göstərebiliriz yəqin ki NA 30'du. Bu A'dır. NA 36'dır. Ümumi 36'dır. MB 39'dur. Bu da ümumi 39'dur ve kenara yazıram. AB fərqi 18'dir. Yəni sırf A'lı olanlar 18'dir. Onda ortaq olan neçədir? Yəni 18'dir. Çünki A çoxluğunda 36 element varsa sırf A'da olan 18'dir. Ortağı da 18 qalır. BA fərqini soruşun. 39'dan 18 ortaqdırsa 39'dan 18'den çıxsam 21 dənəsi B'ye qalacaq. BA fərqi 21 olacaq. A variantı. 9 sual idi bu. Ona keçək. Hərəkət sual belə. Bilətin qüvvəti əmsalının nisbə böyük. Bilətin qüvvətini tapaq. Bilətin qüvvəti standart şəkildə yazılır və dəyişənlərin qüvvətləri toplanılır. Bizə əmsalını da tapmaq lazım. Çünki əmsalının nisbə böyük olur. Hər birinin qüvvəti yüksəltməliyəm. 3'də 3'də 1, 3'də nə deməkdir? 3'də 10 deməkdir. 3'də 10 üstü 4 olacaq. Onda 3'də 10 üstü 4 olacaq bunun əmsalı. A üstü 8 4'e yüksəldiyində A üstü 8 vurdu 32. B üstü 20. Vur olsun. 0'dan 14 14 üstü 5 olacaq. Onda 10'da 3 üstü 5. Bu əmsallar ixtisar gedəcəm. Qüvvət şəklində yazıram. A üstü 5, B üstü 15, A üstü 5, B üstü 15. Devam edək. Əmsala vurulur. Demək 3 üstü 4, 10 üstü 4. Qüvvət əmbəxəcə əmsürətə aiddə vurulsun. 10 üstü 5'də 3 üstü 5. A üstü 32, A üstü 5, onda A üstü 37 deyir. B üstü 20, B üstü 15, onda B üstü 35 edir. Demək bu 3 getdi, bu da 3 qaldı. Bu 10'un hamısı getdi, bu da bir dənə 10 qaldı. 10'da 3. Əmsalı 10'da 3'dür. Qüvvəti də 37'də 35'e cəvədir. O delilirsə 60, 72. 72 qüvvətidir. Əmsalı 10'da 3'dür. Bizə deyir ki, qüvvəti əmsalının nisbə böyükdür. Qüvvətin əmsalına bölsək 72'ni 10'da 3'ə bölürük. 10'da 3'ə bölmək nəyə vurmaq deməkdir? Uşaqlar 3'də 10'a vurmaq deməkdir. 3 ixtisa gitsə bu da 1 qalacaq. Bu da 20'dir. 24 bunlardan 240 cavab A variantı. Hesablama səhv etməlisə cavabımız A olacaq. Keçək 11'ə. A'da hesablamadı. Birinci vurma edəcəm. Sonra ardıcıl çıxacaq. 3'də 7 vur olsun. 7'de 4 ve 28 30. 3 7 7 getirdi 10 kaldı. Cem 10 kaldı. Ondan da bunlara çıxsam 3'den 38 23 4'den 38 30. Bunun ikisi qabağı mənfidir. Toplu qabanı mənfi qoya bilərəm. Yəni 30 çıxılsın. 7 tam 38'de 25'ten 30'da toplayanda neydi uşaqlar? 58.
8. Bu da aslında 58 38'e bölündü. Yani 8 tam 38 çıxanda 20 qalacaq. 10 tamdan 8 38 20 çıxanda onu 9 tam 38 38 yaza bilərik. Xəyalına yazsaq 9-dan 8 çıxanda 1 tam 38 20 çıxanda 38-də 18. İxtisar gedibsə 1 tam 19'da 9 olar cavabımız. 1 tam 19'da 9 yoxdur. Var imiş. B variantı. Hasılı 70 gün 2030'da cəminin mümkün olan ən kiçik qiymətini tapın. Cəminin mümkün hasılı 70 olan. Cəminin mümkün olan ən kiçik qiymətini tapın. Cəminin kiçik olması üçün, məsəl üçün, yoxlayaq. 1/72. Hasıları 72 edir, cəmi 73 edir. Baxın, inşallah bunlar bir-birinə yaxınlaşdıqca cəmlər neyiniyiz? 2 vur 36. Cəmlər neyini kiçilir. Ədətdə bir-birinə yaxınlaşdıqsa yenə hasılı 72, amma cəmlər kiçilir. Sonra 3 vur 24. Demək, bunlar bir-birinə ən yaxın olmalı. Ən yaxın olan variant da hasılı 70 olan 8 vur 9'dur. En kiçik variant. Bir-birinə bərabər olan 2-nin altında yoxdur ki, onlar bir-birinə bərabər 72 eləsin. 8, 9, cəm 17-dir. Cavab A bəndi. A, B, C ədədlərini müqayisə edin. Demək, bunları necə müqayisə edirik? Eyni əsası gətirməklə edə bilərikmi? 3'dür, 2'dir, 49, 49'u 7'nin kvadratı kimi yazsaq, bizə nə verər? 7 üstü 50 verər. 7 üstü 50. A üstü A 3 üstü 100'dür. 50'ye gətirə bilərikmi? Gətirə bilərik, bəli. 50'ye. Hamısını 50'ye gətiririk. Bax, 3 üstü 100'ü 3'ün kvadratı üstü 50 yazaram. Hamısını 50 qüvvətə gətirəcəm ki. Bunu da 2'nin kubu üstü 50 yazaram. Çünki 3'ü 50 onu 150. Bunu da 7'nin kvadratı üstü 25 yazsaq, 7 üstü 50, 7'nin kvadratı kimi yazsaq üstü 25. Bunu belə yazın, müqayisəni rahat görə bilək. 3 üstü 9 üstü 50 olacaq. Bu 8 üstü 50 olacaq. Bundan avtomatik göründü ki, A, B'dən böyükdür. 9 üstü 50, 8 üstü 50'dən böyükdür. Burada da 7 üstü 50 olacaq. En kiçiyi bu oldu. Demək, qüvvətləri eynidir. Əsas böyük olan böyükdür. A böyükdür, B böyükdürsə, hansı variantda var? A böyükdür, B böyükdürsə Y variantında. 14. İfadəsi qiymətini hesablayın. Hesablayaq. O bizə müxtəsər üstünün açılışını verir əslində. Nəyin açılışda? A plus 3'ün mərkəzə kvadratıdır. Çıxılsın B kvadratı. Buradan da əslində A minus B, A plus B kimi düşünə bilərik. Yəni, bunda olacaq A plus 3 çıx B. Bir dəfə də olacaq A plus 3 plus B. Gətirib yenə qoyub hesablayacaq. A plus 3. 3'ü yaxşı yazaq. Yaxşı yazamadım. Aha, oldu. A minus B. Demək, o 60'dan 4'den 36'ın 4'də biri çıxmalıyıq. Bu diləyəcək 14 tam 24 tam daha doğrusu 24 tam 4'te 2 yani 24 tam 10'da 5. Birinci müəssisəsi 24 tam 10'da 5'dir. Burada olsun. A plus B gəlməliyik. Neçə eləyir? 60, 36, 96, 96 tam 4'te 4. O deyil 97. 97. Demək, biz bunu hesaplamaq üçün siz məcbur 245'i 97'ye vurmalısınız. 245 97'ye vursak neçə anlar uşaqlar? 2376 tam 10'da 5. Hesabımı səhv elədik deyəsən. 245'i 97'ye. Baxaq 60 36 96 tam 4'te 4 da 97. İkincini düzəlmiş. Hə, üz istəm. Burada şeydə var axı, 3'lərdə var axı, 3'ü hesablamamışıq. A'dan B'nin çıxdı 24 tam 10'da 5 qaldı. Amma üstünə 3 gəlməliyəm baxın. Burada fikir verməliyim. 3 gəlsə 27 tam 10'da 5. Biraz yorğunçuluq düzlüğü hesab edin. Vur olsun. Burada da
100 eləməliyik də. Deyil onda yuvarlaq rəqəmdir. Yəni rahat rəqəm qoyublar ki, tez alsın cavab. 2 dənə vergül sağa çəksəm, eləyəcək 2750 cavab C bəndi. 15-ci sual. ABC 3 bucağında AC1 90. Səhv getdi adam. Sizin düz bucaq, üç bucaqlı demək. AC1 90. Demək, burası C'dir, 90 dərəcəli. AC1 deyik. AC 4'dür, BC 8'dir. BC 8 ise onda bu demek 30 derece yok. Bu hipotenüs değil daha. Katet. Olası tangens. Tangens neyine nispeti? Tangens karşı katet bölünsün bitişik katete. Tangens CAB, CAB ve bunun tangesi. Bunun tangesi tapmaq üçün karşı kateti bitişik katete bölmeli. Yani 8 bölmeliyə 4'ə. Tangens burada bölünsün. Kosinüs. Kosinüs CBA, CBA. Bunu da kosinüs olsun. Kosinüs bitişik katet bölü hipotenüs. Biz demək hipotenüs tapmalıyıq. Pifagordan istifadə edək tapaq. Pifagora görə yenəcək 16 üstə gəlinsin 64 bərabər BC'nin kvadratı. Bunda BC də bərabərdir. Kök altında toplasaq neçə eləyəcək? 80. Kök altında 80. Əla. Demək ki 8 bölü 4 tangesdir. Kosinüslə 8 bölü kök altında 80'dir. Kök altında 80'də necə yazarıq? 16 vur 5 kimi yaza bilərik. Oradan 4 kök altında 5 çıxar. Bu da 4 kök altında 5'dir. Demək ki kosinüsün yerində də 8'i 4 kök altında 5 bölməliyik. 8 bölü 4 kök altında 5. Bunu buna böləndə tərsinə vurmalıyıq. Demək 4'də 8 burada olsun 8'də 4'də 4 kök altında 5. 8'də gedir 4'də gedir qalan cavab kök altında 5. O da Y variantı. MK 3 bucağında MP tənbələndi. Yəni demək bu bucaq bu bucağa bərabərdir. M'in 12 tənbələ xassəsini yəni ki istifadə edəcək. NK 18 MK 20 yəni topluda da buna sual var, güvəndə də var. MP'ni soruşur. Soruşulan həmişə X deyək. Ümumi 20'dir. Sol X ise bu tərəf 20 çıx X olacaq. 20 çıx X. Belə. Nisbətlər bərabərdir ya da çarpaz vurub bərabər götürə bilərsin. Yəni 12 vurulsun 20 çıx X. 20 çıx X. Bərabər 18 vurulsun X. X yazaq. Vurub atacaq 240 çıx 12 X. 240 çıx 12 X bərabər 18 X. Sağa keçsəm 32 eləyər. 38 bərabər 240. Hər tərəf sıfırlar 10'a bölsən, yəni sıfır atsa, X də bərabər 24 bölü 3, 8 edəcək. X də bərabər 8 cavab Y bəndi. 17-ci sual. Demək, 180 ədədini 3 bölü 6 ilə tərs mütabaqətlə bölüdə alınan ən kiçik. Tərs deyilsə tərslərini cəmləməliyim. Yəni olacaq 3'də 1K plus 4'də 1K plus 6'da 1K bərabər nəyə? Ədədə. Həll yolu budur. 180. Ortaq məxrac 12'dir. 12'nin 3'ə 4, 3, burada 2 surətləri. 7, 2, 9. 12'də 9K bərabər 180. Və K bərabər 180 nəyə vurmalıyıq? 12'də 9'u bölməliyik. Yəni nəyə vurmalıyıq? 9'da 12'yə. 9'da geçsə 2, 20. 20'də 12'yə vursaq bərabərdir. 12, 240 olmuş olacaq. Demək, K'mız 240'dır. Bizdə ən kiçiyini soruşur. Ən kiçik 6'da 1'dir. Ən kiçik 6'da 1. 6'da 1 240 vursaq 6'da 1 vur 240. 6'ya xıça gedər. Burada qalar 1, burada qalar nə? 40. 40'ı da burada 40 cavab B bəndi. 2005 göstərən kəs hissəsini tanım. Kəs hissəsi nədir? Ədəd çıxılsın onun tam hissəsi. Ədəddən tam hissəsini çıxanda kəsr edir. Demək, bu ədəddən, yəni 2025 çıxılsın kök altında 130'dan çıxmalıyıq nəyini? Tam hissəsini. Bu da tam hissəsi neçədir? Tam hissəsi
2025 çıx 130'dan da nə çıxır? 12 tam ondan neçə çıxır da? 12 tam ondan neçə çıxır? Çünki daha doğrusu 11 tam neçə? 121 olsaydı 11 çıxardı. 121'dən böyük 11 tam ondan neçə? Biz də 2025'dən 11 tam neçəsə çıxanda 2025'dən 11 tam əsası 10'da 3 çıxıram deyək ki. Bu da qalacaq 7, bu da qalacaq 4, virgül ataq yerinə. Daha sonra da qalacaq 3, üzr istəyirəm. Çünki bir dənəsi getdi. Bu tərəfə 4 qaldı, 4'dən 1 çıxdı, 3 idi. 2'dən 1 çıxdı, elədi 1. 2 sıfırda yenə gəlir. 2013 tam 12 olacaq. Bu da tam isə 2013'dür. Demək biz 2013'ü çıxmalıyıq buradan. Tam hissəni. Bu da bərabər 2025'də 2013 çıxanda neçə eləyir? 12 eləyir. 12 çıxmıyor da 12 çıx kök hətta 130. Cavab A bəndi. A həqiqət üçün 43 çıx A kvadrat plus 2'nin kubu ifadəsinin ən böyük qiymətini tapın. Bunun ən böyük qiymətini tapmaq üçün, A kvadrat plus 2 A həqiqət üçün 43 çıx A kvadrat plus 3. Hə, ən böyük qiymət üçün 43'dən çıxdığımıza görə biz ən böyük qiymət üçün A kvadrat plus 2 üstü 3 ən kiçik qiymət almalıdır. Yəni minus. Yəni fərq nə zaman ən böyük qiymət olar? Azalan böyük, çıxılan kiçik olsa. Yəni bizə A kvadrat plus 2 kubunun ən kiçik qiyməti lazımdır. Ən böyük olar. Ən kiçik qiymətində bu nə vaxt alır? A'nın yerinə biz nə qoysa kvadratda böyüyəcək. Üstünə 2 gələndə yenə böyüyəcək. Gözlə müsbət. 3 kubda yenə müsbət olacaq. Və bunun ən kiçisi A'nın yerinə 0 qoymalıyıq. A'nın yerinə 0 qoysaq 43 çıxılsın 0 plus 2'nin kubu. Bu da bərabərdir 43 çıxılsın 8. Bu da neçə? 35. Cavab deyilməlidir. 8'e bölüdə qaldı 6, 12'ye bölüdə 10, 18'e bölüdə 16 anlar. Bu tipli sual da görmüşsünüz. Testlərdə var, güvəndə var. Sonra güvən test toplusunda var, dimin test toplusunda var. 8'e bölüdə qaldı 6 anlar, 12'ye bölüdə 10 anlar, 18'e bölüdə 16 anlar. Fikir versəz, siz həmən bu ədədi 2 vahid artırsaz, bu ədəd həm 8'ə, həm 12'yə, həm də 18'ə bölünür. Yəni bu ədəd x-dirsə, üstüne 2 gəlsəz, bu ədəd 6'ya, 8'ə də bölünəndə, 12'yə də bölünəndə, 18'ə də bölünəndə qalıqda heç bir şey qalmayacaq. Demək ki, ən kiçik nasıl ödədir? X plus 2'ni, X plus 2 demək həm 8'in, həm 12'nin, həm də 18'ə bölüdür. 18'in nə idi? Əkobudur. 8, 12, 18'in əkobunu tapacağıq. Şahid deyə bilərəm. 72'dir, dənmi? Yoxsa 36? Yox, 36, 8, 72. 72. Demək, bunların əkobu 72'dir. Niyə 72'dir? Çünki 72 8'ə də bölünmüyor. 9 düşür, 12'yə də bölünmüyor, 6 düşür, 18'ə də bölünmüyor, 4 düşür. Hər üçə bölən ən kiçik ədəd 72 olacaq. X plus 2 demək 72 ise X 70. 7'nin sıfırın cəmi 7 eləyir. 20'nin cavabı A bəndi. 25 tıklamış ise uyğun ifadənin demək, B ilə C-nin kəsişməsini götürüb, birləşdirməkdən A-da olanlardan, yəni AB fərqi deyə bilər məsəl üçün. AB fərqi ilə, çünki AB fərqidir bu, A-da olanlar var. Birləşdirib nəyi? B ilə C-nin kəsişməsini cavab Y bəndi deyə bilərik. 2% duz məhlulunda suyun 40 qramı buxarlandıqdan sonra duzluq 2,5% oldu. Məhluldakı duzun kütləsini tapın. 2% duz məhlulundakı suyun 40 qramı buxarlandıqdan sonra 40 qramı getdi. Demək ki, əvvəlcədən məhluldakı duzun kütləsini tapın. Duzun kütləsini bilmirik, buna X deyə bilərik. Demək, məhlul nə qədərdir? Y-dir deyək ki, məhlulluq suyun 40 qramı buxarlandıqdan sonra, demək ki, bizim düsturla yazsaq tezlər, yoxsa özümüz təlinlik mi quraq?
2% duz məhluldur. 40 qramı buxarlandıqdan sonra duzluğu 2.5% oldu. Məhluldakı duzun kütləsini tapın. %2.5. %2 idi əvvəl. Əvvəl %2 idi. Əvvəl demək %2-dir. Düzdür. Məhlul %2-dir əvvəl. %2-də nə deməkdir? 2 50-də 1. 50-də 1. Belə çıxır ki, əvvəl 1K duz var imiş. 50K məhlul var imiş. 50K məhlul. Məhluldakı duzun kütləsi. Məhluldakı suyun 40 qramı buxarlandı. Məhluldakı suyun 40 qram buxarlandı. 40 qram gedəndən sonra demək 50 K'dan məhlul. 50 K'dan 40 qram getdi. 50 K'dan çıxıram 40'a. Məhlul bu qədər qaldı. Duz dəyişdi mi? Duz dəyişmədi. Çünki su buxarında duz dəyişir. Duz yenə K'dır. Duzumuz isə K'dır. Demək ki, demək ki, indi K'nı, duzu məhlula bölsəm, məhlulumuz 50 K çıx nə qalıb? 40 qalıb. Yüzdə neçə olacaq? 2.5. Bərabərdir %2.5. %2.5. %2.5'i də %2'ye vursam, %2.5'i 2'ye vursam, sürət məqədi 2'də 200'də 5 kimi də yaza bilərəm ki, kəsit kimi düşməsin. Bu dəstə 5'də ixtisar gedir, qalır nə? 40'da 1. Çarpaz vursam, eləyək 40K bərabərdir 50K çıx 40. 50K çıx 40. Bunu da sağa sola keçsəm 10K bərabərdir 40 eləyər. K da bərabərdir 4 eləyər. Demək K'mız 4'dür. Bizdən nəyə soruşur ki, məhluldakı duzun kütləsini tapın. Duzun kütləsi K idi. K da 4'dür. Demək cavab 4 qram olacaq. A variantı 22A. 23. İfadəsinin qiymətini tapın. Demək biz sağdakını 2 qat radikal kimi düşünüb kök çıxartmağa çalışaq. Bu 8 plus kök etdi 24 əslində nə kimi yaza bilərik? 4 vur 6 kimi yazarlar. 2 kök etdi 6 deməkdir. Bunu belə yaza bilərik. Kök etdi bunu da 2 qat radikal kimi eləmək üçün 8'i yerine 2 vuruq lazımdır. Ona göre 22 çıxılsın. 8'i 2 vur 4 kimi yazım. 4'ü kökün altına aparıram. 2'yi 4'ü kökün altına aparacağım. 4'ü kvadrat 16. 16'nı da 6'ya vurdum. Neçə elədi? 16'nı da 6'ya vurduq. Elədi 96. Düz hesabladıq inşallah. Bərabərdir. Şimdi burada elə 2 ədəd var ki, onlar vuranda 96 eləyir, toplayanda 22 eləyir. Bu ədədlər hansılardır? Vuranda 96, toplayanda 22 eləyir. 16 ilə 6'dır mı? 16 və 6. 16 və 6. 16 vur 6, 96 eləməlidir buradakı ədəd. 16'nın 6 toplayanda buradakı ədəd 22. Demək ki, 8 plus 2 kök etdi 6 nə oldu kimi yazıram? 2 kök etdi 6 vurulsun. Bu əgər beləsi ədəddən mövcudsa, onda bu demək ki, kök altında 16 minus kök altında 6. Bu deməkdir. Əla. Aşağıdan yazım, sonra sizlərə meyib yoxdur. Buradan birinci mötədə, ikinci mötədə xaricə çıxarsam, 4 plus kök etdi 6 qalar. Buradan da 16'dan 4 çıxır, 4 minus kök etdi 6 qalır. Bu da bir-birinin qoşmasıdır. Birinci, ikinciyə vuracaq və ya ki, müxtəsər mövzusinin açılışıdır. A plus B, A minus B. 2 vurulsun da olacaq nə? 2 vurulsun. Bu 16 minus 6'nın açılışıdır da. 16 minus 6. Və ya da bunu birini vuranda 4, 16, kök etdi 6, kök etdi 6'ya vuranda 6 eləyir. 10, 10 da 2'ye vuranda 20. Demək, 20'sin cavabı eləyəcək nə? 20. Açıq sualda cavabımız oldu 20. Silək digərini. Aşağıdan siləm ki, sualın yerinə gəlib yazmışam.
Niyə silinmir? Yaxşı söhbətdir. M-nöqtədir 8-ə böldükdə qalıqda 5 alınır. 28-ə böldükdə qalıqda 5 alınır. 5 alınır. 29-dan 8-ə qalıq neçə alınır? Bunu belə deyə bilərik. M-i yenə aparıb elə qalığı qoyub hesablaya bilərik. Bir yollardan biri də ən sadə yollardan birisi də budur. 8-ə qalıqda 5 alırsa qalığı qoyaq. 5-i qoyaq. Ən rahat yollardan birisi budur. 5-in kvadratı üstə gəl. 5 vur 5. Vurma niyə yazmır? Yazma, yazdı. Plus 29. Bunu 8'e bölünerek alınan qalxınırsa cavabımız o olacaq. 25 plus 25 50 üstüne 29 gəl. 50 29 79. 79 8'e bölündü 72 olsa tam bölünerdi. Demək cavabımız nə olacaq? 7 olacaq. 25-ci sual. Vektors alfa bucağının dərəcəsini tapın. Tapaq da alfa bucağını. Gamma 70'dir və bura 70 qoyuram ortaya. Beta 150'dir. Beta haradadır? Beta 150'dir. Demək bura 150'dirsə bunun qonşusu neçədir? 30'dur. Bunun qonşusu 30'dursa bu 30'dan buranın cəmi 70'i verməlidir. Yəni bura 30'sa buranın da 40'dır. 30'dan 40'ın cəmi bura bərabər olmalıdır. Yəni buradakı bucaqla bucağın cəmi. Demək bu 40. Bu 40'dırsa bunlar qarşılıqlı bucaqdır. Alfa da 40'dır. Bizdən də alfanın soruşuna görə cavabımız birbaşa 40 deyə bilərik. Buranı da silək. Keçmişik bu sualın arxasına. Niyə belə qəşəng tez surətdə silir? Maraqlıdır. Deyirsən qələmin də yuxusu gəlir. Demək boş hovuz bir boru ilə 6 saat dolur. İkinci boru isə tam dolu hovuz 8 saatı boşalır. Demək birinci boru hovuzun 1 saat 6'da birini bol doldurur. İkinci boruda hovuzu 1 saatda 8'e birini boşalır. Su ile tam dolu hovuzda ikinci borunu açdıqda 2 saat sonra birinci borunu da açdılar. 2 saat sonra açdılar. Hovuzun neçə saatda dolar? Demək 2 saat sonra tam dolu hovuzda, suyu tam dolu hovuzda ikinci borunu açdılar ki boşalsın. İkinci borunu açanda hovuzun 8'de 2'si boşaldı. 8'de 2 boşalsın demək neçəsi boşaldı? 4'də 1'i boşaldı. 4'də 1 boşaldı. Birinci borunu da açdılar. Hovuz neçə saat dolar? Demək bizə 4'də 1, hovuzun 4'də 1'in dolması lazımdır. İndi 2 saatdan sonra birinci borunu da açdılar. Açdıqdan 2 saat sonra birinci borunu. İndi hər ikisini dolduran həm boşaldan işləyir. Hovuzda 4'də 1'i dolmalıdır. Hal-hazırda 6'da 1'i doldurmağa çalışır. Hər bir saat 6'da 1'i dolur. Hər bir saat 8'də 1'i boşalır. Ona görə 6'da 1'dən 8'də 1'i çıxmalıyıq. Bərabərdir 24. 24 6 4 4 çıx 3 24'də 1. Demək hər saatda hovuzun 24'də 1 hissəsi dolur. Bizə neçədə 1 dolması lazım? 4'də 1. Çünki 4'də 1 boşalır. Baxın. Bunu x-ə vurub, yəni görün neçə saat işləsə hovuzun 4'də 1'nə çatar. Buradan da x-in 6 olduğunu şifahi görmək mümkündür. Çünki 24'də 1 6'ya vursa 6 21 xısa getsə 4'də 1 qalacaq. Demək 6 saat olacaq cavabımız. 26. Uyğun tərəflər perpendikular alfa və beta bucaqlar üçün uyğunluğu müəyyən edin. Uyğun tərəflər perpendikulyarsa ya bərabərdirlər ya da cəmləri 180 dərəcədir. Birinci hal üçün alfa 47 isə beta ya 42'dir. Ya da cəmləri 180 olduğuna görə ya da 138. Onda birinciyə getsək D'yi. D'yi. İkinci alfa çıx 74 betadırsa demək ki bunlar bərabər ola bilməz. Biri digərinin 74 dərəcə böyükdür. Bizdə həmişə betadan soruşur. Və beta kiçikdir. 180'i 74 çıxır 2'yə bölsə betadan taparıq. Çünki bunlar arasında fərq 74 dərəcədir. Böl 2. Eləyəcək 106 böl 2. 106'dan 2 bölündü 53. B də gedəcək ikinciyə. Sonra A 136 da B 44 ola bilər. Elə 136'nın özü ola bilər. Ama 136 cavab yoxdur. Cavab olacaq A. D, Y, B, A. Mən hansı getmədi? C getmədi. 143 saat heç birinə getmədi. 28. 20 kilogram 8% duz məhlulu ilə 25 kilogram 4% məhlul qarışdırılıb üzərinə 5 kilogram su əlavə etdikdə neçə faizli duz məhlul alınır?
Demək ki, belə deyək də, üstünə hələ əlavə su da əlavə edirik. 5 qırqım su. İndi bunları belə qarışdıra bilərik. 20 vur 8 düstura görə 20 vur 8. 2 sudan da yazarım. Düstura praktik usul. Plus 25 vur 4. Çünki miqdar bunun faizi. Plus əlavə üstünə nə gəlsə 5 kiloqram su. 5 vurulsun. Su əlavəsində 10% 0 qəbulunun 0 bərabərdir. Emlərini cəmləyək 20 plus 25 plus 5 vurulsun P. Belə neçə faiz olacaq? 16 160 plus 100 bərabərdir. Ne yazmışam bura mən? 20 25 5 50 P. 50 P. P de bərabərdir 310 böl 50. Siz onu 50'ye bölmək, 31 nəyə bölmək deməkdir? 5'ə bölmək deməkdir. Bu eləyir 6'dan 10'da 2. Neçə faizli? 6-12% alındı. Yəni ki, cavabı düz tapdıq, düsturlar. Düstursuz necə eləyərdik? 28% düzdur. Duzun ümumi miqdarını tapardım. 28'e vurub 2'ye bölər, 100'e bölərdi. Eləyəcəkdi 1,6. Demək, burada 1,6 duz var. Plus digərdəki duz üstünə gələrdim. 25'in 4%. 25'i 4'e vurub 100'e bölərdim. Eləyəcək 1. Demək, toplam nə qədər duz var? 2,6 qram duz var. Biz qarışığın duzluq faizi tapmaq üçün duzu, oradaki duzu bölməliyəm bütün nəyə? Məhlula. Bütün məhlulda 20, 25, 5 neçədir? 50'dir. Vurmalıyım nəyə? 100'ə. 100'ə mən 6-12 tapmışdıq. Cavabımız niyə səhv olub bəs? Baxaq görək niyə səhv olub. Biz düz tapdıq da inşallah baxaq. Demək, bölürük 50'ye çünkü bütün məhlul 20, 25, 5, 50'dir. 50'ye bölüb nəyə vururuq? 100%'ə vururuq. 50 yıxıca getdi, burada 1 qaldı, burada 2 qaldı. Bu da bərabərdir. 2,6'nı 2'ye vuranda 5,2'dir. Cavab 5,2'dir. Mən də 2,6 tapdım. Saat hesabını səhv elədik. Hesabına səhv ola bilərmi? 160'dır, 100 eləyir, 260. 260 eləyir, mən 310 dedim bu yaq elə bil. Bax, burada eləyir 260 bərabər 50 P. Yorğunçuluğunu 310 dedim. Burada hər tərəf 0 getsə, P də bərabər 26'ın bölməliyi 5'ə. 26'ın 5'ə bölmək, 52'nin 10'a bölmək deməkdir. Yəni 5 10'dakı düşəcək. Yəni hər iki halda eyni şey almalıydı. Fərqli almışdıq. Baxdıq ki, arada səhv eləmişik. Toplayanda 310 dedim. Demək ki, hər iki variantda istifadə edə bilərsiniz. Uzunluğu 70 olan AD parçası B və C nöqtələri ilə 2, 3, 4 nisbətində bölünür. B və C 2, 3, 4, 2K, 3K, bu da olsun 4K. Bölünüb. AB və CD parçasının orta nöqtələri arasındakı məsafəni tapın. AB və CD parçasının orta nöqtəsi. AB ilə CD'nin orta nöqtəsinə gəlsən, 2K-dsa belə 1K qalır. Çünki K K'ya bölür. Bu da orta nöqtəsi, bu 2, burada da 2K olur. Niyə yazmışsan? 2K, burada 2K olur. Bu orta nöqtəni tapandığında ortadaki 3K'dır. K, 2K oldu 5K, burada K oldu 6K. Demək 6K'nı soruşur. Əvvəlcədən bildik ki, uzunluğu 72'dir. 2, 3, 5, 9K 72'dir. 9K 72'dirsə, o zaman K 8'dir. Bizdən də 6K'nı soruşur. Yəni deyir ki, 6'nı 8'ə vur. Biz də deyək ki, 6'nı 8'ə vur. Neçə deyək? 48 eləyir. Bu da 29-cu sual. Sonuncu suala 30-cu sual. İspat sualdır. Üçbucağın uzunluqları A, B, qələm götürək. A, B olan iki medianın qarşılıqlı perpendikulyardır. Medianlar perpendikulyardır deyir. Medianlar perpendikulyar olan üçbucaq çəkək. Belə. Deyək ki, medianlar perpendikulyardır. Bu medianlar uzunluğu A və B'dir. Üçüncü median uzunluğunun A plus B kadar. Belə bir düstur var idi. Medianların ikisi perpendikulyardırsa, perpendikulyar olan
medianların kvadratlarının cəmi digər üçüncü median kvadratı bərabərdir. Bu düstur var idi. Buradan da hədəf kök alında, yəni c bərabərdir. Məsələn, digər üçüncü median c demişimsə, a kvadratı plus b kvadrat olmuş olacaq. Xatırlayırıq. Yəni ki, bu düsturu. Bunda biz üçüncü medianı da çəkək. Şimdi belə deyək. Bu medianın uzunluğu a-dırsa, biz bilirik medianın kəsişmə nöqtəsində 2 nisbətlə bölünür. Bura a böl 3 deyərəm. Bu bir hissədir daha bu. Bucaqdan başlayır. Bu tərəfdə 2 hissədir. Burada olacağında nə? 2a bölünsün 3. Çünki bir hissənin 2'ye varanda 2a bölünsün 3 edəcək. Gəlin bunu qırmızına yazaq ki, seçilsin. Bura b-dirsən, bura b böl 3 olacaq. Onda digər olacaq nə? 2b bölünsün 3. Digərini x deyirəm. X desəm, digərin üçüncüyə də onu axtarıq da biz. Bu olacağında x bölü 3. Burada 2x bölü 3. Burada hiç bize lazım değil hələ ki. 2x bölü 3. Şimdi biz bax, bu düzbucaqlı üçbucağa baxın uşaqlar. Bu düzbucaqlı üçbucaqda katetlərin kvadratlarının cəmi nəyə bərabər eləməlidir? Bax, qarşısındakı hipotenuza. İndi bu hipotenuzu digər mediana görə adlandıracağım. Necə? Çünki bu rənglədim üçbucağın medianı x böl 3'tür. Bax, bu da onun medianı x böl 3. Düz bucaqlamasını çəkmiş median hipotenuzun yarısına bərabərdir. Demək, median x böl 3'dürsə hipotenuzun 2 mislidir. Demək, hipotenuz 2x böl 3'dür. Все. Buradan Pifagor tətbiq edəcəyik. Düstur ispat olunacaq. Pifagora görə katildən kvadratların cəmi, yəni 9'dan da 4a kvadratı, kvadrat yüksələn birbaşa plus, digər yüksəlsə 9'da 4b kvadratı, bəraberiz hipotenuza, yəni 9'da nəyə? 9'da 4x kvadrat. 9'da 4x'in kvadratına. Burada uşaqlar hər bir tərəfi 9'a bölsəm, vursam daha doğrusu 9'a gedər. Qalan nə? 4a kvadratı plus 4b kvadratı bərabər 4x kvadratı. Hər tərəfdə 4'ə bölərəm. Qalacaq a kvadrat plus b kvadratı bərabər x kvadratı. Onun üçün mən üçüncü medianı x demişdim. Buradan da hərsini kök alsaq, a kvadratı plus b kvadratı bərabər x kvadratı olar. Bunu da düstur ispat etmiş olduq.